Çox ədli vurğulara ayırın. Çox ədlidə 6xy, ortadakı hədd 8y kvadrat var. Burada deməli baxaq. Müxtəsər mod üslublarına gedirmi? Xeyr, çünki 8 hər hansı bir ədədin kvadratı deyil. Lakin 6x-i belə deyək də, toplananlarına ayıra bilərik. Üstə gəlinsin. Deməli, burada 4xy yazıb, üstə gəl 2xy və üstə gəl 8y kvadrat. Yəni 6xy, 4xy və 2x şəklində, xy daha doğrusu şəklində toplananlarını ayıra bilərik. Birinci hissədən x-i çıxarsaq ortaq vurğu olaraq x üstə gəlinsin 4y qalar, üstə gəlinsin. İkinci qruplaşdırmadan da 2y ortaq vurğu olaraq çıxarsaq x üstə gəlinsin 4y qalar. Və burada ortaq vurğumuz x üstə gəlinsin 4y alınacaqdır. Mötərizə xaricinə çıxarsaq bu ifadəni qalacaq x üstə gəlinsin 2y. Deməli, çox ədəd vurğulara ayrılmış olduq. X üstə gəl 4y və x üstə gəlinsin 2y şəklində.